Verba volantis, scriba manent. Söz uçar, yazı qalar. İnsanlıq tarixinin ən önəmli kəşflərindən biri. Öncə yazı, sonrasında isə qələm oldu. Təbii ki, bunun haqqında da ayrı bir video gələcək. İndi isə sizə yazının tarixi ilə bağlı önəmli kitablardan birini göstərmək istəyirəm. 1878-ci ildə Viyana Kraliyyət Mətbəəsində çap olunan bu kitab Karl Faulmanın müəllifi olduğu yazı kitabıdır. Bu kitabda o dönəmə qədər mövcud olan bütün əlifbaları özündə birləşdirən önəmli mətnlərdən biridir. 1880-ci ildə müəllif kitabı yenidən təkmilləşdirdi. Əlimdə görmüş olduğunuz versiyada Türkiyə İş Bankası nəşriyyat tərəfindən tərcümə edilən 80-ci il orijinalının birəbir kopyasıdır. Belə ki, kitabda ən qədim mixi yazılarından tutmuş, Amerika qızıldərilərinin yazılarına, simvollarına, həmçinin Misir yazılarına, Latın əlifbasına qədər bir çox coğrafiyadan, bir çox xalqa məxsus əlifbaları bir yerdə toplayıb. Belə ki, nümunə olaraq mündərcatdan bir neçəsini sizlər üçün saymaq istəyirəm. Çeroki qızıldərilərinin əlifbası və yaxud yazıları, Mormon əlifbası, Meksika simvolları, Yucatan yazısı sair bu cür şəkildə davam eləyir. Ən yaxşısı budur ki, içərisindən konkret nümunələr sizə göstərim. Məsələn, nümunələrdən biri budur. Bu kitab əslində lingvistiklər və həmçinin də tipografiya ilə məşğul olan insanlar üçün çox önəmli mənbələrdən biridir. Xüsusilə də tipoqrafların məncə hər birində kitabxanasında yer almalı önəmli əsərlərdən biridir. Bu sayədə fərqli yazı üslubları kəşf edə bilərsiniz və yaxud buradan bəzi yazı üslublarını seçib modernizasiya eləməyiniz mümkündür. Bir daha yeni bir nümunə göstərim. Beləcə kitabda bir çox əlifba öz əksini tapır. Hətta türkcə nəşrində sonluğuna da bir əlavə eləyiblər türk mətbəəsi tərəfindən. Bu da Cəmal Azami mətbəəsi türkcə alfabe leyfaları adlı ilk latınca türkcə əlifbanın nümunəsidir. Bu baxımdan da kitab xüsusi bir önəmə sahibdir. Qalın cildli olaraq nəşr olunub və çox keyfiyyətli də bir nəşrdir. Odur ki, bu mövzularda marağınız varsa mütləq əldə edib kitabxananıza əlavə edin.